Biz nə kimisə cəmaatı deyilik. Nə də ki sizin kimi hizbilərdən pul alıb boya başa çatmamışıq. Subhanallah, Darul Bir cəmiyyətini siz sağdınız. Kimlə danışırsınız siz? Darul Bir cəmiyyəti Azərbaycanda ikən siz Darul Bir cəmiyyətini sağdınız. Bütün pullarını yediniz. Və həmin vaxtı getdiniz Şeyx Rabinin yanına. Daha doğrusu gedən adamlar getdi. O gedən adamlar danışıb. Şeyx Rabinin yanına getdilər və dedilər ki, bizdə Azərbaycanda Darul Bir cəmiyyəti fəaliyyət göstərir, buradadılar və tələbələr onlarla ünsiyyətdədirlər, əlaqədədirlər. Və Şeyx Rabi nə dedi? Qayıtdı dedi ki, Darul Bir əxbəsu min İhyə'ut Turas. Dedi ki, Darul Bir cəmiyyəti İhyə'ut Turas cəmiyyətindən də daha murdardır, daha çirkindir. Və gəlib onu sizə dedilər ki, Şeyx Rabi belə deyir. Siz neynədiniz? Tərk eləmədiniz yenə. Yenə onları buraxmadınız. Yəni, cəmaatı ittiham edirsiniz ki, bu dəqiqə, yəni, hansısa cəmiyyətlərdən, hansısa ixvan qurumlardan pul almaqda. Bəs yaxşı, siz etdiyiniz bu əmələ tövbə elədinizmi? Çıxıb dedinizmi ki, qardaşlar, biz indiyə qədər 10 il, 15 il Darul Bir cəmiyyətini sağmışıq. Bundan siz tövbə elədinizmi? Bundan qayıtdınızmı?